Mahmud Ereks Ansamblı'nın terkibinde bizim solistimiz İmran Süleymanov sizinle görüşeceğiz. İmran'ın kardeşi Zabit İslam Süleymanov 2 yıl bundan kadar Murad Dağları'nda itkin düşmüştü. O bugün Azerbaycan'ın emektar ince sanat kadimi Oktay Kazım'ın Murad'dan Neymaneli Requiem Anatolia'sından bir manını sizin için okuyacaktır. Esker aşık manısı Murad'da.
qardaşınız da bu dağlarda şəhid olub və öz qardaşınızın izi ilə gəlirsiniz. Elə siz bu mahnını da o qədər yanıqlı oxudunuz. Mən sizə minnətdarlığımı bildirirəm, çünki vətənpərvərlik ruhunda yazılan mahnılara bizim müğənnilər çox girişmirlər, çox oxumurlar, ancaq bunlar bizə çox lazımdır. İstərdim ki, İslamın döyüş yolu var idi. Xarba döyüşü, mütəvəsi var idi, oxu barədə bizə məlumat verir. Çox sağ olun. Ümumiyyətlə, İslam 91-ci ildə könüllü getmişdi. Sonra oradan da Azərbaycan bütün cəbhə bölgələrində döyüşə iştirak edib. Axırıncı son 93-cü ildə Kəlbəcərin sübutundan sonra 28 il, 2 il ki, o vaxtdan heç bir xəbər yoxdur, heç bir məlumat yoxdur. Başqa nə deyə bilərəm?